Mən izləyən hər kəsi salamlayıram. Gününüz uğurlu olsun deyirəm. Bu gün yenə qışa hazırlığım davam edir. Alma turşusu hazırlayacağam. Əgər siz də mənimlə bərabər hazırlamaq istəyirsinizsə, o zaman ekrana yaxın əyləşin. Rayondaydım. Nənəmgilin həyətindən biraz alma yığdım. Düzdür, almalar hələ dəyməyib, kaldı. Amma turşu bağladığım üçün mənə də kal lazım idi. Yığdım və gətirdim Bakıya. Nə edirəm? Almaları təmiz-təmiz yuyuram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Almalarımızı təmiz-təmiz yudum və nə edirəm? Bankalara yığmağa keçirəm. Bunun üçün bizə nə lazımdır? Quru şüyüd, nanə, sarımsaq, dəfnə yarpağı və qara dənəvər istiot. İlk öncə bankamıza quru şüyüdü əlavə edirəm və turşularımın olmazsa olmazı nanə əlavə edirəm. Hər bankamıza 2 diş sarımsaq, 1 ədəd dəfnə yarpağı, biraz da qara dənəvər istiot əlavə edirəm. Mən bunları əlavə etdim. Siz istəsəz əlavə etməyə də bilərsiniz. Zövqlər müxtəlifdir. Bankalarımız 2 kiloluqdur. Almaları da gördüyünüz formada sıx-sıx şəkildə yığıram ki, qaynar su əlavə edəndən sonra yer boşalmasın. Həm asan, həm də tez başa gələn bir turşudur, dadlı bir turşudur. Almaları bankamıza sıx-sıx yığdım və hər bankamıza 1 çay qaşığı giləmərzə qurusu əlavə edirəm. Bu da xüsusi bir dad qatır turşuya. Və hər bankamıza 2 yemək qaşığı duz, 1 yemək qaşığı şəkər tozu əlavə etdim. Duz yodsuz duzdur, turşu duzudur. Bunu hər dəfə qeyd edirəm, marketlərdə satılır. Və hər bankamıza 1 stəkan özüm hazırladığım alma sirkəsini əlavə edirəm. Turşuları sevdiyim üçün səhifəmdə bir neçə növdə meyvələrin turşusunu hazırlayıb paylaşmışam. Əgər bu sizə də maraqlıdırsa, izləyə bilərsiniz. Sirkəni əlavə edəndən sonra üzərinə qaynanmış qaynar su əlavə edirəm. Bankaları doldururam qaynar su ilə. Və qapaqlarını bərk-bərk bağlayıram. Qeyd edim ki, qapaqlar təzə qapaq olmalıdır. Qapaqlarını bağlayandan sonra bunları bu formada qarışdırıram. Suyu, duzu, sirkəsi, şəkəri bir-birinə yaxşı qarışsın. Və sonra bunları dəsmala büküb soyuyana qədər saxlayıram. Soyuyandan sonra sərin yerdə qışa qədər saxlayıram. Bu qədər asandır. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Hazırlayacaq olan hər kəsə nuş olsun, mənə də xoş olsun. Allah əmanət olun.